Bakının Səbail rayonunda məktəbin həyətində ata 2 uşağını dərs aparan zaman naməlum şəxslərin hücumuna məruz qalıb. News 24 AS xəbər verir ki, jurnalist Pərvin Abışovun bildirdiyinə görə hadisə Səbail rayonunda yerləşən 49 saylı orta məktəbin həyətində baş verib. Biri oğlan, biri qız olmaqla 2 uşağını məktəbə aparan kişi hücuma məruz qalıb. Maşından düşən 5 nəfər kişiyə hücum edərək uşaqları qaçırıb. Hadisə ilə bağlı polisə məlumat verilib və polis əməkdaşları məktəbə gəlib. Bildirilib ki, hadisə ilə bağlı 2 qadın tutularaq 8-ci polis bölməsinə gətirilib. Cinayəti törədən şəxslərin hadisə yerinə gəldikləri maşının tapılması istiqamətində tədbir görülür. Teleqrafın əldə etdiyi məlumata görə uşaqları qaçıran anası olub. Uşaqlar daha öncə Cəlilabad rayonunda təhsil alıblar. Bu ilin aprel ayının 1-dən elektron yerdəyişmə ilə Səbail rayonu 49 nömrəli məktəbə keçid ediblər. Səhər şagird qəbulu zamanı ana uşağını qaçırmaq istəyib. Məktəb rəhbərliyi işə müdaxilə edib. Mübahisə yaranıb. Polis valideynləri və yaxın qohumları bölməyə aparıb. Digər bir məlumata görə qaçırılan şagirdlərin əmisi uşağı da 49 nömrəli məktəbdə təhsil alır. Onun da valideynləri arasında münaqişə var. İddiaya görə saxlanılan digər qadın da həmin uşağın anasıdır.